Bir acımış hamurdan altı, 7, 8 gündə belə 7-8 gündə arası bir 7 gündə alındı. Gündələrə qoya-qoya un səpirik ki, bir-birinə yapışmasın. Çünki gündələrimiz gələcək. İndi şişəcək. Üzərinə hər hansı bir yoğ keçirdiririk və qoyuruq gündələr hardasa bir yarım saat qalsın. O müddətdə göyərtilərimiz yuyulur, doğranılır və prosesi indi qarşıda söyləyəcək göyərtilərimizə.